Herkese salam əziz müəllimlər. Bugün 5-ci sinifin 1-ci mövzusu olan insan həyatında texnologiya, məmulatların hazırlama mərhələləri mövzusunun izahını verəcəm. Əvvəlcə baxaq texnologiya elmi nədir və bu elmdə biz nə öyrənirik? Texnologiya sözü qədim Yunan sözüdür. Texne sənət, ustalıq, logos isə elm deməkdir. Yəni insan ustalığı haqqında elmdir. Texnologiyalar dünyası iki qrupa ayrılır. Təbiətin bizə bəxş etdikləri və insan tərəfindən yaradılanlar. Yağışın yağması, küləyin əsməsi, fəsillərin dəyişməsi, günəşin çıxması kimi şeylər insanın heç bir müdaxiləsi olmadan yarananlardır. Yəni təbiətin bizə bəxş etdikləridir. Ətrafımızda gördüyümüz müxtəlif əşyalar, masa, stol, stul, binalar, avtomobillər, kitablar və s. bütün bunlar isə insan əməyinin məhsuludur. Yəni bütün bunları insanlar yaradıb. Bəs bu əşyaları insanlar nə üçün yaradır? Əlbəttə ki, öz tələbatlarını ödəmək və işlərini asanlaşdırmaq üçün. Deməli, texnologiya insanlar tərəfindən məmulat və xidmətlərin yaradılması sahəsidir və bütün bu xidmətlərin yaradılmasına da məqsəd insanların tələbatlarını ödəmək və onların işlərini asanlaşdırmaqdır. Qədim zamanlarda insanların tələbatları az olduğu üçün onların yaratdıkları texnologiyalar da sadə idi. Vaxt keçdikcə insanların tələbatları artdı və yaratdıkları texnologiyalar da mürəkkəbləşdi və inkişaf etməyə başladı. Məsələn, qədim zamanlarda insanlar yalnız qidaya ehtiyac duyurdular və ətraf mühitin təsirlərindən qorunmaq üçün sığınacaqlara ehtiyac duyurdular. Ona görə də onlar balıq tutmağı, taxıl əkməyi öyrəndilər, beləliklə qida ehtiyaclarını ödədilər. Daha sonra dəyə qazmağı, özlərinə kiçik evlər düzəltməyi öyrəndilər və bununla da ilkin tələbatlarını ödədilər. Dövr keçdikcə insanların tələbatları artdı və yaratdıkları texnologiyalar da inkişaf etdi. Onlar artıq hündür mərtəbəli binalar ucaltmağa, yeni texnologiyalar yaratmağa başladılar. Daha sonra səyahət etmək və yük daşımaq üçün nəqliyyat texnologiyaları inkişaf etdi. Son zamanlarda isə artıq kommunikasiya texnologiyalarının inkişafını görürük. Kommunikasiya əlaqə deməkdir. Kommunikasiya texnologiyaları da uzaq məsafələrlə əlaqə saxlamaq və məlumat ötürmək üçün istifadə olunan texnologiyalardır. Bunlara televizor, radio, telefon, faks, müasir dövrdə isə artıq planşetlər, kompüterlər, telefonlar aiddir ki, bunlar günü-gündən inkişaf edir və həyatımızda çox mühüm yer tutur. Texnologiyada məmulatların hazırlanmasının 3 mərhələsi vardır. Gəlin bu mərhələlərə nəzər salaq. Birincisi, layihələndirmə. İkincisi, istehsal, yəni məmulatların hazırlanması. Üçüncüsü isə istismar, yəni həmin hazırladığımız məmulatların istifadə olunması. Hər bir məmulatı hazırlamadan əvvəl birinci layihələndirmə mərhələsi həyata keçirilir. Yəni eskiz hazırlanır, texniki təsvir hazırlanır. İnsan öz beynindəki fikri birinci kağız üzərində əks etdirir. Daha sonra plan qurulur və pəstahlar seçilir, məmulat hazırlanmağa başlayır. Məmulatı hazırlamadan əvvəl keyfiyyətli və hazırlanacaq məmulata uyğun pəstah seçmək lazımdır. Pəstah hələ hazırlanmamış, üzərində müxtəlif əməliyyatlar yerinə yetirəcəyimiz xam maldır, hazır olmayan materialdır. Pəstah hər zaman hazırlanacaq detaldan böyük olmalıdır. Çünki biz o pəstahın üzərində əməliyyatlar aparacaq, onu kəsib biçdikdən sonra məmulat halına salmalıyıq. Ona görə də pəstahın ölçüsü detalın ölçüsündən böyük olmalıdır. Bir pəstahdan bir neçə detal hazırlana bilər. Bəzi məmulatlar bir yox, bir neçə detaldan ibarət olur və həmin məmulatlar adlanır yığma məmulatlar. Detalların məmulat halında birləşməsi yığma adlanır. Bir neçə detaldan ibarətsə əgər məmulat, bu artıq adlanacaq yığma məmulat. Pəstahın məmulata çevrilmə prosesi texnoloji proses adlanır. Texnoloji proses məmulatın ilkin halından son halına qədər mərhələləri ardıcıl şəkildə əks etdirən prosesə deyilir. Məmulatların hazırlanması zamanı bizə 2 xəritə lazımdır. Birincisi marşrut xəritəsi, ikincisi isə texnoloji xəritədir. Gəlin onlar arasındakı fərqə baxaq. Texnoloji xəritə dedikdə texnoloji əməliyyatların ardıcıllığını ətraflı şəkildə göstərən və eyni zamanda pəstahın qrafik təsvirini verən, tətbiq olunan alət və tərtibatları da özündə əks etdirən xəritə nəzərdə tutulur. Marşrut xəritəsi dedikdə isə yalnız əməliyyatların icra ardıcıllığını özündə əks etdirən xəritə nəzərdə tutulur. Əgər testdə soruşsa ki, icra ardıcıllığını göstərən xəritə hansıdır, bu zaman marşrut xəritəsi variantı düz olacaq.
Ətraflı şəkildə göstərən, eyni zamanda tətbiq olunan alət və tərtibatlar harda göstərilir deyərsə, texnoloji xəritə variantı düz olacaq. Gəlin öyrəndiklərimizi ümumiləşdirək. Deməli, texnologiya texne və logos sözlərinin birləşməsindən yaranmışdır. Texne ustalıq, logos elm deməkdir. Yəni insan fəaliyyətindəki ustalığı öyrənirik biz bu elmdə. Texnologiyalar dünyası ikiyə ayrılır. Təbiətin bizə bəxş etdikləri və insanlar tərəfindən yaradılanlar. İnsanlar tərəfindən bütün bunların yaradılması da adlanır texnologiya. Texnologiya insanlar tərəfindən məmulat və xidmətlərin yaradılmasıdır və bu xidmətləri insanlar öz tələbatlarını ödəmək üçün yaradırlar. Dövr keçdikcə, insanların tələbatı artdıqca yaratdıqlarının mürəkkəblik səviyyəsi də artmışdır. Nəqliyyat texnologiyaları, zaman-zaman kommunikasiya texnologiyalarını insanlar yaratmışlar. Kommunikasiya texnologiyaları bildiyimiz kimi telefon, kompüter, planşet informasiyanı ötürmək üçün lazım olanlardır. Texnologiya dedikdə maddənin, enerjinin və informasiyanın dəyişdirilməsi və insanların tələbatını təmin etmək üçün bu proseslərin öyrənilməsinə istiqamətlənmiş insan fəaliyyəti nəzərdə tutulur. Məmulatların hazırlanmasının 3 mərhələsi vardır. Layihələndirmə, istehsal və istismar. Layihələndirmə zamanı məmulatın ilkin təsviri, çertyoju çəkilir və plan qurulur. Daha sonra həmin plan əsasında məmulat hazırlanır. Uyğun pəstah seçilir. Pəstah məmulatın hazırlanmadan əvvəlki vəziyyətidir, yəni xam maldır, materialdır. Bir pəstahdan bir neçə detal əlbəttə ki, hazırlana bilər. Bir neçə detalın birləşməsinə yığma deyilir. Detalın məmulat halında birləşməsi yığma adlanır. İlkin mərhələdən son mərhələyə qədər olan bütün əməliyyatlar adlanır texnoloji proses. Bizə 2 xəritə lazımdır. Texnoloji xəritə və marşrut xəritəsi. Ardıcıllığı əks etdirən xəritə marşrut xəritəsidir. Əgər ardıcıllıq sözünü görürsə, marşrut xəritəsi variantı düz olacaq. Ətraflı sözünü görürsə, texnoloji xəritə variantı düz olacaq. Eyni zamanda tətbiq olunan alət və tərtibatlar göstərilir deyirsə, texnoloji xəritə variantı düz olacaq. Birinci mövzumuzun izahı bu qədər əziz müəllimlər. İzlədiyiniz üçün təşəkkürlər.